Möhtərəm müsəlmanlar, ən birinci təqvalı olmağımızı çağırır. Allah subhanət hala neymətlərindən də biri insan övladı üçün libasdır, geyim. Allah subhanət hala buyurur, Yə bəni Ədəm, qad ənzəlnə aleykum libəsən yuvari səvətikum və rişə və libəsü təqva zəlikə xeyr. Əl-əyə. Allah subhanət hala bu ayədə Adəm övladlarına, oğlanlarına buyurur ki, sizə ayıb yerlərini örtmək üçün bir geyim və həmçinin bir bəzək üçün libas nazil etdik. Lakin təqva libası daha yaxşıdır. Allah subhanətlə bu ayədə bizə verdiyi neymətlərin birini yada salır. Allah subhanətlə bizə libas nazil edib. Göstərib, kişi necə geyinməlidir, qadın necə geyinməlidir. Və Allah subhanətlə libasının da hikmətlərindən birini bu ayədə qeyd edir. Buyurur ki, əyib yerlərinizi örtmək üçün. Və şəriət qeyd edib, kişi nə miqdarda örtülməlidir, harası eyb yeri sayılır və qadın harası eybdir və nə miqdarda örtülməlidir. Və lakin həmçinin Allah subhanətlə buyurur ki, və lakin təqva libası daha xeyirlidir. Allah subhanətlə bu ayədə iki dənə libası toxunur. Birinci, qəlbin libasına, qəlbin libası təqvadır, yəni iman, Allah qorxusu və həmçinin daxili libas və həmçinin zahiri libas. Zahiri libasda insan övrət yerinin örtüyü o libas, geyim. Və təbii ki, zahiri libas gözəl olsa, daxili libası olmasa, o Allah yanında qiyməti olmayacaq. Əgər daxili libas olsa, onda zahiri libasın xeyri olacaq sənə. Çünki Allah subhanətələ gözəldir və gözəlliyi sevir. Ona görə əmr edib ki, şəriyyətimiz yaxşı geyinmək, təmiz olsun, müsəlmanlar əti iyi gəlməlidir, yaxşı iyi. Və geyim məsələlərini toxurur şəriyyətimiz. Və xüsusən də qadın üçün də həmçinin bəyan eləyib, necə geyinməlidir, bayra çıxanda necə olmalıdır, məhrəmlərin yanında necə geyinə bilər, nə miqdarda, evində ətir vura bilər, bayra çıxanda ətir vura bilməz. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, o qadın ki, ətir vurur, bayra çıxır, zinakardır. Zinakar qadınlardan yəni oxşadım. Çünki ətir vurur ki, başqası iynəsin. O yaxşı alamət deyil qadın üçün. Qadın nə qədər iffətli olsa, həyalı olsa, onun gözəlliyidir. Və şəriət bu qayda qanunu qoymayıb ki, qadını məhbus eləsiniz, kafirlər deyir. Mason və cürbəcür təşkilatlar yeridirlər müsəlman cəmiyyətini ki, gör ki, qadının hüquqları tapdırılır və s. və s. Xeyr. O, qadının qorumağı üçündür şəriət. Qadına hörmətdir. Çünki biz baxırıq şəriətimizə, qadına edilən hörmət İslamdan başqa dinlərdə belə hörmət yoxdur. Ona görə, qardaşlar, bu neyməti şükür eləmək lazımdır. Və bu neyməti düzgün istifadə eləmək lazımdır. Və kifayət qədər Quran-ı Kərimdə, hədislər, alimlərin fətvalarını demirəm. Nə qədər ayələr var hicab barədə. Lakin məcburuq bu günlərdə qeydləyib bu məsələni. Quranda hicab barədə var, yoxsa yoxdur. Əlbəttə var. Allah subhanətələ məsələn, Allah subhanətələ Nur surəsi 31-ci ayədə uzun ayədir. Allah subhanətələ o ayədə buyurur ki, bir səsində وَلْيَضْرِبْنَ بِخُمُورِهِنْ عَلَى جُيُوبِهِنْ Allah subhanətələ buyurur ki, baş örtüklərini yaxalarının üstünə çəksinlər. Yəni, burada baş örtüyündən söhbət gedir. Yəni, baş örtüyün, başını örtəndən sonra sinəsini də bağlasın. Düzdür, bəzi ateistlər və s. deyirlər, bu ayə gör ki, hicaba aid deyil baş örtüsünə. Burada deyir ki, sinəni bağlar, vəssalam. Əgər sinə bağlıdsa, başı açıq olar. Hələ demir, şəriət demir. Özü, bu ayə bəzi sahabələr, bəzi alimlər deyirlər ki, üzü bağlamağa dəlildir. Amma görürsən kafirlər, hələm üzü bağlamaqdan söhbət gedir bu ayədə, qaldı ki, başı bağlamaqdan. Lakin kafirlər görsən, necə mühavilə edirlər ki, gör ki, bu ayə hicaba aid deyil. Əksinə, hicab ayəsidir bu. Bu ayə nazır olanda
sahabələr ərəb dilində idi. Ərəb dilində. Quran-ı Kərim ərəb dilindədir. Və sahabələr, xalis ərəb dili bilənlər, düzgün başa düşənlər, onlar bu ayə nazil olundan sonra başdan bağladılar, qadınlar. Heç kəs demədi ki, yox, başı var, düzdür, cib buradır, sinə. Heç kəs demədi ki, yox, burada cib söhbət gedir, yəni sinədən baş açıq olar. Heç kəs hələ deməyib, arkadaşlar. Bilən kafirlərdən başqa. Və həmçinin, qardaşlar, Nur surəsi 31-ci ayə. Sonra Allah subhanahu teala məsələn, hələ surədə, Nur surəsi 60-cı ayda buyurur ki, وَالْقَوَاعِدُ مِنَ النِّسَاءِ الَّتِي لَا يَرْجُونَ نِكَاحًا فَلَيْسَ عَلَيْهِنَّ جُنَاهٌ أَنْ يَدَعْنَ ثِيَابَهُمْ غَيْرَ مُتَبَرِّجَاتٍ بِزِينَةٍ وَأَنْ يَسْتَعْفِفْنَ خَيْرٌ لَهُمْ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ. Bu ayədə də Allah subhanahu teala buyurur ki, o qadınlar ki, artıq ərə gedə bilməzlər. Yəni, artıq şəhvətindən, heyzindən və hər şeydən qurtarıb, onları Allah subhanahu teala icazə verir bu ayədə başlarını açsınlar. O, artıq yaşlı qadınlar üçün bu ayə, Nuh surəsi 60-cı ayə, icazə verir zinətlərin lakin göstərməmək şərti ilə, yəni onun da həddi var, başını açmağa icazə verir. Lakin Allah subhanahu teala ne deyir bu ayədə, bu axırda? وَاَنْ يَسْتَعْفِفْنَ خَيْرٌ لَهُمْ. Lakin örtsələr onlar üçün daha xeyirlidir. Vallahu səmiyyun alim. Allah eşidəndir və görəndir. Təsəvvürlə, əgər yaşlı qadına artıq aybaşı da görmür, hamilə də ola bilməz, şəhvəti də ölüb, əgər onun üçün şəriət deyir ki, baş örtü daha yaxşıdır, təsəvvürlə, cavan qadına necə? Necə yəni hicab yoxdur şəriətdə, Quranda? Hə, kafirlər? Sonra həmçinin, qardaşlar, Allah subhanahu teala buyurur ki, başqa ayədə, hicab barədə, məsələn, Əhzab 53, Allah subhanahu teala buyurur ki, وَإِذَا سَهْتُمُوهُنَّ مَتَاعًا فَاسْأَلُوهُنَّ مِنْ وَرَاءِ hicab. Hələ ayə, Əhzab 53, Allah subhanahu teala qadınla danışanda deyir ki, əgər siz bir şey nəsə onlardan soruşmaq istəsəz, onlarla hicabın arxasından danışın. Yəni, hicablı danışın. Yəni, birbaşa olmasın, görünməsin. Həmçinin başqa ayədə buyurur ki, və əsas ayə də hicabın fərz olunması barədə Quranda bu ayədir, açıq aydın, Əhzab 59, Əhzab surəsi, 33-cü surə, deməli, 59-cu ayə. Allah subhanahu teala bu ayədə buyurur ki, Ya eyyuhən nəbi, Peyğəmbər sallallahu aleyhi ve sellem müraciət edir. Qulli əzvacik, öz zövcələrinə, və bənatik, qızlarına, və nisəl müminin, və müminlərin qadınlarına. Həmin və ki, yudninə aleyhinnə min cələbibihin, yəni onlar örtsünlər özlərini, zəlikə ədnə ən yu'rafnə fələ yu'zeyn. Onlar yəni belə tanınmasalar, yəni belə əziyyətlərin və s. daha yaxşı olar onlar üçün. Yəni tanınmasınlar. Çünki şəriət icazə verib sadəcə bu ayən dəli gətirirlər, niqab üçün yenə. Sadəcə İbn Abbas deyir ki, radiyallahu anhuma bir gözünü aça bilər ki, yəni görsün, yaxşı görsün biraz. Bir gözün. Təsəvvür niqab üçündür və deyirlər ki, Quranda hicab yoxdur. Əksinə, Quranda elə niqab da var. Və həmçin, qardaşlar, deməli, bu ayə dəlildir ki, bu ayə dəlildir ki, deməli, qadın örtülməlidir. Hətta bəzi sahabələr, İbn Abbas kimi, radiyallahu anhuma, hansı ki, Peyğəmbər sallallahu aleyhi ve sellem məhz Quranı başa düşmək üçün onun üçün dua eləmişdi, deyir ki, bu ayə dəlildir ki, üz bağlanmalıdır. Hələn bu ixtilafdır, buna toxunmuruq. Hələn bizim söhbətimiz indi baş bağlamaqdan gelir. Bu ayələr belə çoxdur, qardaşlar. Həmçinin Əhzab surəsi 55-ci ayə. O ayə oxu yine, orada görürsə Allah subhanahu teala kimin yanında icazə verir öz zinəti göstərmək. Yəni, başını aça bilər. Kimin yanında? Əhzab, deməli, 55. Və həmçinin hədislər də kifayət qədərdir. Hədislər də kifayət qədərdir. Hansı ki, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, iki sinif cəhənnəm əhlindən gördüm, hansı ki, verənci görməmişdim. Onlardan biri qadınlar. Onlar ki, hansılar ki, açıq-saçıq geyirlər.
cəmaatı özünə cəlb elətdirirlər. Saçların bağlayıb üstə dəvəyə belinə bənzər edirlər. Onlar nə gəlməmsin? Onlar cəhənnəm əhlinin siniflərindən biridir. Ona görə qardaşlar, yəni bu geyim Allah Subhanahu taala nemətidir və xüsusən də qanun gərək fikir eləsin bu geyimə. Bu geyim qadının hüquqlarını tapdalamaq deyil, əksinə qadını qorumaqdır. Deyir Avropa, nə qadın hüququ var? Qadın alıveri, qadınlara münasibət, məcbur oldular 8 mart ediblər qadınlar üçün. Ki, bir gün qadınlara heç olmasa fikir verək. Və s. Gör, kim danışır bizə? Bizə başa salın mədəniyyəti. Ona görə, qardaşlar, bu aydın məsələdir. Çünki cəmiyyəti pozmaq üçün ən birinci qadınları pozsun qutardı. Yəni, cəmiyyəti pozmaq üçün biz görürük tarixə də, hətta Osmanlıların sonunda biz görürük ki, ən böyük səbəblərdən biri qadınlar idi dağılmasında. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Bəni İsraili qadınlar dağıtdı. Ona görə kafirlər çalışırlar ki, qadınlara tam hüquq versinlər. Onsuz da qadın hüququ var, elhamdülillah. Onsuz da hüquq yox idi, İslam gəldi, hüquq verdi ona. Lakin onların məqsədi var. Bu tam hüquq nədir? Yəni soyunsunlar. Birisi başı açır, sonra belə, ayaq. Görürük də cəmiyyətin günlədir. Heç köşəli şeylərdən danışmır. Lakin hicab kiminsə gözünə girir. Ona görə qardaşlar, müsəlman qadının necə geyinməlidir? Geyinin şərtləri var, hicabın şərtləri var. Ən birinci, qadının geyimi gərək bütün bədənini örtsün. Bütün bədənin, yəni bayra çıxanda, naməhrəmlərin yanında, bu birinci şərtdir. Həmçinin paltarının şərtindən, qadının paltarının şərtlərindən biri çox dar olmamalıdır. Yəni, dar olmamalıdır, hətta onun bədənini bildirməsin. Həmçinin şərtlərindən şəffaf olmamalıdır. Yəni, nazik olmamalıdır, şəffaf. O da mühümdür, qadın gerək fikir verə geyiminə. Və həmçinin, qardaşlar, ətirli olmamalıdır. Bunu qeyd elədik. Bu da şərtlərdən də qadın üçün. Xüsusən bayra çıxanda naməhrəmlərin yanında. Həmçinin şərtlərindən kişilərin geyiminə oxşamamalıdır. Bu tərsinədir. Yəni, tərsinədir. Ən çox qadınlar demək olar çoxsan şalvar geyir. Artıq o yufka geyən qadınlara belə baxırlar, belə geridə qalmış və s. Yəni, cəmiyyət pozulur, təbliğat elə gedir, qardaşlar. Fikir görsən, o belə adam hiss eləmir, amma yavaş-yavaş təbliğat gedir. Məsələn, Siriyallar, məsələn, başlayırlar, kimisə ulduzlar, kimisə həyatından danışmağa. Belə şeylərlə yeridilir. Yeridilir, görsən ki, qadınlar da pozulur. Qadınlar pozulur, cəmiyyət pozulur, qutardı. Həmçin, qardaşlar, ədəblərindən şəriyyətə uyğun necə olmalıdır? Kafirlərin həmçin şərtlərindən kafirlərin paltarlarına oxşamamalıdır. Kafirlər necə geyinir, hələ olmaz. Müsəlman qadının özünü oxşatmamalıdır. Nəhl olunur kafirlərə oxşamağa? Və həmçinin şöhrət libası olmamalı, həddindən artıq cəlb edici. Qadın, yəni, belə məsələlər fikir verməlidir geyimində. Bir, öz ərinə geyinə bilər. Amma qeydləni olmaz. Bir də öz məhrəmlərin yanında normal şəkildə olar. Amma bayra çıxanda gəlib bu şərtlərə fikir versinlər. Və həmçinin, qardaşlar, hicabın faydaları da çoxdur. Ən birinci, qadının namusunu saxlamağını kömək edir. İffətli olmağını kömək edir hicab, örtür. Həmçinin, qardaşlar, pis gözlərdən qoruyur, övrət yerini görməyə. Öz övrət yerin pis gözlərdən qoruyur. Həmçinin faydalarından, qardaşlar, Allah Subhanahu taala yanında əcr qazanır. O qadın ki, adətən yox, lakin Allahın əmrinə görə bağlanıbsa, o savab qazanır. Nə qədər hicab geyinir, savabdır. Nə qədər geyinir hicab, savab qazanır. Çünki Allahın əmri əməldir. Və həmçinin, qardaşlar, hicabın faydalarından həmçinin İslamın düşmənlərini mübarizə aparır. Çünki kafirlər istəyirlər sən lüt gedəsən. Lüt gedirsən, kişilərlə qalasan. Bacı qardaşdır, nə olub? Nə olub bacı qardaşdır? Yatsınlar da bir yorğan döşəkdə.
bacı qardaşdırlar. Demokratiyadır. Ona görə qardaşlar, belə şeylər, ona görə indi fikir versən, qadınları toxunlar, kimləri toxunlar, balaca uşaqlara. Düzdür, balacaya fərz deyil. Fərz deyil, yəni. 4-cü, 5-ci sinifəcən, bəlkə də yola vermək olar. Amma belə, yəni məktəblərdə məyər problem qutarır, məktəbdə problem yoxdur. Telefonu ləğv elə, başqa şeyləri, narkotikasına da danışmıram, başqa şeyləri ləğv elə və ən əsas rüşvəti ləğv elə. Durub, balaca, hər məktəbdə 5-10 dənə qız uşağı var, balaca. Onun məsələsini müzakirlə belə böyük bir dənə. Elhamdülillah, lakin bizim mövqeyimiz nədir? Səvli olmalıyıq, yoldaşlar. Yola vermək olar, elhamdülillah, yollar çoxdur. Bax, çünki nə üçün? Bax, peyğəmbərlərə. Allah subhanət hələ bizə hələ belə qeydləmir peyğəmbərlərin həyatını. 25 dənə Quranda peyğəmbərin həyatını bizə danışıb rəsullardan, nəbilərdən. Onların problemlərinə baxsın, bizdən qat-qat çox idi. Bizim problem heç nədir, yoldaşlar. Lakin göz, necə rəftar edirlər, öz dəvətlərinə məşğul edirlər. Biz də öz dəvətimizlə məşğuluq. Aydındır? Yəni, bax, peyğəmbərlərin həyatına ibrət üçün bizim lazımdırsa. Və hər dəqiqə. Və həmçinin fəsadları da çoxdur. Yəni, hicabsızlığın fəsadları da çoxdur. Biz faydasından danışdıq, şəhətlərindən, həmçinin fəsadı da çoxdur. Fəsadı nədir? Ən birinci fitnəyə gətirib çıxardır, fəsada gətirib çıxardır, həyanın azlığına gətirib çıxardır. Qabaq, görürsən, ata, qocaların dövründə qabaqlar, qadın küçədən keçməyə utanardı. İndi lüt keçir, belə baxırsan, deyim, o mənim heç baxmadı. Həya yoxdur, həya. Həya ölür. Qadından da həya getdi, qutarda, apar qaytar. O kişidən də pis olur. Həmçin, qardaşlar, fəsadlarından kişiləri yoldan çıxardırlar. Sonra kişiləri yoldan çıxardırlar. Xüsusən də gözəl olsa. Və həmçin, fəsadlarından, qardaşlar, aparır qadınlarla kişilərin qarışmasına. Bir məclisə, artıq bir yerdə işləməsinə, bir şey və s. Bunlar hamısı uşaq deyilik, hamımız görürük, nə nəticələr verir. Bu qeyd etdikləri hansı ki, qadınlardan tələb olunur, biz gördük nəticəsini, nə gətirdi, nəyə gətirib çıxardı. Lakin buna baxmayaraq, bəzi başları çıxmayan müsəlmanlar danışır, necədirlər, zəifdirlər, necədirlər. Görürsən ki, deyirlər ki, hicab Quranda yoxdur, yalandır, hicab var, fərzdir və qadınlar gərək başlarını açmasınlar. Allah subhanətlə bizə eşit faydalarını etsin və bizi dində sabit etsin. Allah subhanətlə xalqımıza hidayət versin. Allah subhanətlə meçidimizdən açılmanı kömək olsun. Allah subhanətlə onlar ki, mani olur. Onların hamısına yarab. Onları elə cezalandır. Başqalarına dərs olsun. Amin ya Rabbil alemin. Aqul həzə və estağfirullah li və ləkum və lisəir muslimin min kulli zəm estağfiru. İnnəhu huvəl-ğafurur rahim.